Biraz da Doha haqqında məlumat verim. Deməli, Qətərin paytaxtı. Qətər əhalisi 2,8 milyon civarındadır. Paytaxtı Dohadır. Dohanın əhalisi deyilənə görə Vasanın ümumiyyətlə Qətərin əhalisinin bir 10% Qətərlilərdir. Qalanları Pakistandır, Afqanistandır, Nepaldır, Misirdir, belə gəlmələrdir. Öz əhalisi çox azdır. Amma Qətərin özündə isə əhali hardasa bir 607, Dohanın özündə 600-700 min civarındadır. Əgər Dohanın da ətrafını götürsələr 1,3-1,7 milyon civarında əhalisi var belə. Hamı bilir ki, bunlar necə yaşayırlar, deməyə ehtiyac yoxdur. İşçi qüvvələri vasınamanım gəlmələrdir yenə də Pakistan, Hindistan, Afqanistan, Misir, Filipin, belə. Yaşayışları da belə göz qabağındadır. Yəni imkanları sıfırdır bunların hamısının. Yəni çox kasıbdılar. Çox. Belə kasıb olmaq istəyərdim bunlar kimi. Başım tak.